Predator Hawk 50-300 km məsafədəki hədəfləri dəqiqliyi ilə vurmaq üçün nəzərdə tutulub. Raketin hədəfdən yayınma ehtimalı 10 metrdən azdır. Bu da onu yüksək dəqiqlikli zərbə vasitəsinə çevirir. Sistem 140 kiloqramlıq döyüş başlığı ilə təchiz olunub və komanda mərkəzləri, rabitə qovşaqları, logistik obyektləri, qərargahlar, radiolokasiya stansiyaları kimi strateji hədəfləri məhv edə bilir. Icebreaker qanadlı raket kompleksi, aşağı aşkarlanma qabiliyyəti, yüksək manevr çevirliyi, şəbəkələşmə və adaptiv naviqasiya, həmçinin yüksək dəqiqliklə hədəflərə zərbə endirmə imkanlarına malikdir. LORA raketləri uçuş məsafəsi 400 kilometrə yaxındır. Raketlər hədəfi 10 metr dəqiqliklə vurur. LORA raketləri uçuş trayektoriyasına görə ballistikdir, ancaq raketdən müdafiə sistemlərindən yayınmaq üçün proqramlaşdırılmış və ya ixtiyari manevrlar edə bilir. Bunlar 8 noyabr tarixində Vətən müharibəsində əldə olunan qələbənin 5 illiyinə həsr olunmuş paradda nümayiş etdirilən silah arsenalımıza yeni daxil edilmiş texnikalardır. Ümumi xüsusiyyətlər onların hədəfi məhv etməkdə nə qədər dəqiq olduğunu bir daha sübut edir. Azərbaycanın bugün 4+5-ci nəsil silahlarına aid olan silahlarla silahlanmasını göstərdi. Əlbəttə, bugün bu silahların Azərbaycana silahlanması həm də ki, o silahların Azərbaycanın iqlimə və relyefinə uyğun şəkildə və döyüşdə sınaqdan keçmiş silahlar sırasında olmasını da demək olar. Güclü ordu üçün hazırlıqlı kadr və müasir texnika əsas şərtlərdəndir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayanda Azərbaycan ordusunda 2000 nəfərə yaxın xüsusi təyinatlı qüvvə var idisə, bugün paradda, yalnız meydanda 4000 yüksək təlimli xüsusi təyinatlı qüvvə var. Elə təkcə bu amil hərbi sahədə inkişafın necə sürətlə getdiyinin bir göstəricisidir. Amma əlbəttə ki, bu yalnız qüvvələrin bir hissəsidir. Azərbaycanın relyefi baxımından məşəlik, dağlıq şəraitini nəzərə alaraq xırda qruplarla müstəqil tapşırıqları yerinə yetirən qrupların belə deyək, ortaya çıxması, komandası və xüsusi təyinatlı qoşunları kimi peşəkar heyətinin Azərbaycan ordusunda belə sayın çoxalması bu əlbəttə zərurətdən irəli gəlir. Tarixi qələbəmizin 5-ci il dönümündə keçirilən hərbi parad bir daha ölkəmizin gücünü bütün dünyaya nümayiş etdirdi. Müasir texnika və yüksək hazırlıqlı peşəkar heyətdən ibarət güclü ordu təhlükəsizliyimizin əsas qarantıdır. Təhlükəsizliyimizə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göz dikənlərin aqibətinin necə olduğu isə hər kəsə yaxşı məlumdur. Deyirlər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirlər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bugün Hərbi Qənimət Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bugün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər. Günahkarlar cəzasız qalmır. Onlar gec-tez layiq olduqları cəzanı alırlar. İstər 1-ci Qarabağ müharibəsində, istər 30 il işğal illərində Azərbaycan xalqına qarşı, mülki insanlarına qarşı, Azərbaycan hərbiçilərinə qarşı cinayət törətmiş şəxslər var. Onların da zamanında bu fikirləri səsləndirilməsi kimi faktlar məlumdur və əslində Azərbaycan prezidenti həm də onlara, yəni Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin onları da əhatə edəcəyi ilə bağlı gələcəyə verilmiş vəd kimi qəbul etmək lazımdır. Çünki istər Köçəryan, istər Sərgisyan 90-cı illərdə sahə hərbiçiləri qismində Azərbaycan xalqına qarşı cinayət törətmiş və bunun zamanında da dəfələrlə ən yüksək instansiyalarda etiraf etmiş cinayətkarlardılar. Belə bir deyim var. Ordun varsa yurdun var. Hərbi parad izləyənlər isə bu yurdun, bu millətin gücünü bir daha görmüş oldular.